Zülmdən uzaq durun Allah Rasulü bildirir. Zülm ümumiyyətlə insanın başlıca birinci öz nəfsinə etdiyi şeydir. Əgər kişi birinci öz nəfsinə zülm edərsə, artıq onun qəlbi qaralar və o başlayır ondan sonra mənsubu olduğu torpağın sakinlərinə, mənsubu olduğu xalqa və yaxud da mənsubu olduğu dinə, əqidə qardaşlarına zülm etməyə başlayır. Yunus əleyhissalam belə söylədi: Səndən başqa ilah yoxdur, sən pak və müqəddəssən, bütün nöqsanlardan bərisən, şübhəsiz mən nəfsinə zülm edənlərdən ol. Bax, öz nəfsinə zülm etdi deyə gözündə pərdə enməsi ilə artıq insanların qurtuluşu üçün çalışmaqdan boyun qaçırdı. Nədən dolayı? Çünki öz nəfsi bezdi. O haqqı söylədiyi halda insanlar bundan boyun qaçırdı. Ona tənə etdilər, onun qeybətini etdilər, onu məsxərə etdilər və artıq o risaləti ilə yükləndiyi o vadini tərk edənlər oldu. Və nəfsimə zülm etdim deyir. Nəfsinə zülm edən bir insan bir müddətdən sonra artıq nə etməyə başlayar? İnsanlara da zülm etməyə başlayar və yaxud da insanların zülmlərinə göz yummağa başlayar.